Deməli, Hicr surəsi 87-ci ayətə baxdığımız zaman ayət bizə e, çox gözəl şəkildə açıqlamış məsələsi. Birincisi, onun ərəbisində ayət sözü yoxdur. Ayət sözünü tərcümədə gətirib qoyurlar orada. Orada keçən söz sadəcə ifadə budur ki, وَلَقَدْ آتَيْنَكَ سَبْعًا مِنَ الْمَثَانِي və artıq əlbəttə ki, biz sənə məsanidən, yəni ikişərlidən, təkrarlanandan 7-ni əta etdik. Təkrarlanandan 7-ni. Yine bunu tərcümələrdə mən bunu belə deyim də orijinal bir tərcümə elədim. Yəni təkrarlanan 7-ni əta etdik də demək olar. Təkrarlanandan 7-ni əta etdik də olar. Yaxşı, 7 nədir Qurana baxdığımız zaman? Mən baxdığım zaman 7 kəlmələrin keçdiyi yerlərə 7 ədatı, məsələn 7 göy, 7 ifadəsini göy üçün işlədir Allah. Amma məsələ burada göyün 7 qat olması deyil. Yəni 7 ədatını orada sonsuzluq olaraq algılayıram. Yəni insanlar onun sonuna çata bilməzlər səmanın. Yəni sonsuz qatlara olan göy anlamı. Və yaxud da 70 dəfə bağışlanmaq istəsən də, istəməsən də Allah onları bağışlamayacaq. Niyə 70 deyir? 69 deyir, 60 denən, 50 denən, 100 denən, 1000 denən. Niyə Allah deyir ki 70? Niyə içində 7-nin keçdiyi bir rəqəm keçdi burada? Bu suala verirəm. Bax, fikirləşirəm ki, Allah niyə 70 deyir? 60-da, məsələn, 70 yox, 80 dəfə bağışlanması bağışlayacaq. Yox, yəni 70 dəfə də bağışlanmaq istəsən, yəni sonsuz bağışlanmaq istəsən də yenə bağışlamayacaq Allah onu. İfadə sonsuzluğu bildirmək üçün gəlir. Bir dənə də 7 rəqəminə Loğman surəsində səhv eləmirəmsə keçən bir ifadədir. 32-ci ayələrdə olmalıdır, təxminə hesab edirəm. İfadə bundan ibarətdir ki, orada da keçən bir söz var ki, biz deyir ki, ifadədə 7 dəryanı mürəkkəb olsa, dəryalar mürəkkəb olsa, ağaclar qələm olsa, bax, dəryalar sözü cəmdə gəlir zaten, yəni dənizlər mürəkkəb olsa, ağaçlar qələm olsa, ifadənin dalında deyir ki, 27-ci ayətdir, səhv eləmirəmsə də, وَلَوْ أَنَّمَا فِي الْأَرْزَ مِنْ شَجَرَةٍ أَقْلَمٍ deyir, əgər ki, yerdə olan şeylər, ənnəmə fil arzın yerdə olan hər şeyin hamısı şəcərə olsa, ağac olsa, ağaclardan hamısı qələm olsa, yerdə olan nə varsa qələm, ağaçlar, nə qədər ağac varsa, hamısı əqlam, qələmlər olsa, vəl bahr yamudduhu min ba'di səb'atu və abhur deyir, dəniz də mürəkkəb olsa və ona 7 dərya da qoşulsa, ardından 7 dərya da gəlsə, Rəbbinin kelimələri bitmədən, tükənmədən o bitər, tükənər deyir. Həmin o dəryalar bitmiş olar deyir. Bu əzizdir, həkimdir. Biz buradan bir şey sual veririk özümüzə. Yaxşı, Rəbbimin kelimələri 7 dərya yox, 14 dərya olsa, 8 dərya olsa bitərdi mi? Yenə bitməyəcəkdi. 7 rəqəmi burada limit deyil, sonsuzluq üçün göstərir. Sırf bir dənə bu ayət mənə bəsdir. Mən gəlib burada başa düşdüm ki, Allah mənə demək istəyir ki, həmən o ayətdəki Rəbbin artıq əlbəttə ki, biz sənə təkrarlanandan 7-ni burada ifadə aşıqdır. Yəni sonsuzluğu ifadə edən bir ədat, yəni tükənməyən olanı, bitməyən olanı heç bir zaman oxuduqca, təkrarladıqca orada olan o dərinlik, o mənaları bitməyəni sənə əta etdik. Nədir o? Dalınca gələn o V hərfi var və Qur'anul Azim. O V hərfi yəni mənasındadır. İzah edicidir, vavu təbyindir. Bəyan edicidir, izah edici vavdır. Yəni əzəmətli Qur'an. Əzəmətli Qur'an sonsuz təkrarlanan, mənası oxuduqca yenilikləri bitməyən bir kitabı ortaya qoymuş olur Allah elə bil. Bu bir məsələ. Bir də hər dəfə kitabın təhrif edilərək yenidən orijinalına qayıtması mərhələsinə baxsaq, dönəm nöqtələri də, ən kritik dönəm nöqtələri 7 olduğunu Quranda görmüş oluruq. Misal verirəm. Birinci, vəhyin eniş sırası. Rəbbinizdən sizə bir hidayət gəldiyi zaman kim mənim hidayətimə tabi olsa, onun üstündə bir qorxu var, nə də bir kədər olacaqdır, kədərlənməyəcəklər. Tamam, Adəm yerə enir, orada bu söz ona deyilir. Deməli, birinci vəhiy Adəmlə başladı. Rəbbindən kəlmələr təlqin edilir ona. Bu kəlmələr ilahidir, vəhiydir yəni. Və buradan başlayır vəhiy. Nuh devrində Nuh'a vəhiy gəlir, ikinci dönəmi başlayır vəhiyin.
Nuhun devrindən sonra İbrahimdə üçüncü dönəmi başlayır. Sonra baxırıq İbrahimdən sonra sanki Yaqub gəlir, İbrahimin məqamında oturan elçidir. Adəmin məqamında Nuh oturub, Nuhun məqamında İbrahim oturub, İbrahimin məqamında Yaqubu göstərir. Sonra Yaqubdan sonra, Yaqub neçənci olduqca? Dördüncü. Sonra baxırıq görürük ki, eyni formada gəlir Musa oturur onun yerində. 5. Musa'dan sonra baxırıq ki, İsa'nı qoyub onun yerinə. Arasında elçilər var, amma dönəm nöqtələridir bunlar dediyim yer. Musa'dan sonra baxırıq ki, İsa gəlir o məqamında oturubdur. Bu elçilər düzdür. Bəzən Yaqub məsələsində biraz məsələn bəzi Allah əhd aldıq deyir ifadələrində bütün nəbilərdən, xüsusən səndən də, İbrahimdən, Musa'dan, İsa'dan da deyə sayır Nuhu da qoyur, Nuhdan, İbrahimdən, sən Musa'dan və İsa'dan. Yaqubu qoymuyor ora, nə də Adəmi qoymuyor ora. Amma bu o demək deyil ki, bu iki dənələri dönəm nöqtəsi deyil yəni. Aydın nə demək istəyirəm? Və 7-ci olaraq Muhammed Nəbi gəlir oturur. Tamam nə demək istəyirəm? Yəni 7 mərhələnin adlamasına önəmli dönüş nöqtələri olduğu yerləri görmüş oluram yəni Quranda. Təbii ki, bu son dediyim məsələni mən anladığım bir şeydir. Bu önəmli deyil. Yəni bu cür bunu kimsə qəbul etsin. Amma bir şeydir də elə bir necə deyim sənə bir fərqinə vardığım bir şeyi sadəcə paylaşmış oldum bunu da sənə. Amma əsas anladığımız budur ki, Allahın kitabı qiyamətə qədər, qiyamətin də nə qədər vaxt qopacağı bəlli olmadığına görə bunu ifadəni Allah Teala səb'an kəlməsi ilə qoymağı, amma 7 qat göy deyəndə göyün nə qədər olduğu bəlli deyil. Allah bilir onun nə qədər olduğunu. Amma biz onu hesablaya bilmirik. Bizim üçün sonsuzluq anlamındadır yəni. Qiyamət bizim nə vaxt qopacağı bizim üçün sonsuzluq bilmədiyimizə görə, sonsuzluq anlamına oturduğuna görə səb'an məsələsində də Allaha nisbətdə bu səb'an deyil yəni, sonsuz deyil, bəllidir. Anlaşıldı demək istəyirəm. Ona görə biz təkrarlanandan 7-ni, yəni o təkrarlanmadan 7-ni, yəni təkrarlanma nə olur? Sonsuzu, təkrarlanandan sonsuzu sənə əta etdik. Yəni sonu olmayanı, davamlı təkrarlanan olanı sənə əta etdik. Yəni əzəmətli Qur'anı ifadəsi ilə ortaya qoymuş olur. Sözüm bu qədər.